Bəli, ana və ata travmalarını artıq işlədik. Yəni bununla böyük bir addım atmış olduq. Təəssüflər olsun ki, burada iş bitmir. Daha da dərinə inməliyik. Sizdən öncəki 7 nəsilə. Düşünün nə boyda enerjidir və həqiqətən də hər şey nəsildən soydan başlayır. Çox vaxt özümüzdə problem axtarırıq ki, nəyə görə mənim başıma bunlar gəlir, nəyə görə mən başqalarının həyatında olmayan şeylər mənim başıma gəlir və yaxud da bəzi xəstəliklər nəyə görə məndədir. Onu deyim ki, siz boşuna bu nəsildə dünyaya gəlməmisiniz. Sizdəki bəzi enerjilər olduğu üçün də sizin bu nəsildə gəlməniz dünyaya məsləhət olub ki, bəzi içinizdə olan nəslinizin işlədə bilmədiyi, çalışa bilmədiyi, şəfalandıra bilmədiyi bəzi karmik vəzifələri siz yerinə yetirəsiniz və indi hal-hazırda siz bu səs yazmanı dinləyirsinizsə, demək ki, nəslinizin şəfacısı elə məhz sizsiniz. Nəsil çox önəmlidir. Bəzi xəstəliklərdən tutmuş, elmi araşdırmalara görə insanların cinayətə meylliliyi belə nəsildən irsi cəhətdən keçə bilər. Bəzi talantlar, istedadlar, qabiliyyətlər belə nəsildən ötürülür. Yəqin ki, bunu bilirsiniz. Genotiplər, fenotiplər hər biri nəsildən keçir. Keçmişdə insanlar qızlarını evləndirdikdə, oğullarını evləndirdikdə mütləq nəslə baxırdılar. Hal-hazırda indiki modern cəmiyyətdə hər kəs sadəcə hansısa duyğuları ilə, hissləri ilə ailə qurur çox zaman və bəzən də bu duyğuları, hissləri sevgi hesab edib ailə də qura bilərlər. Amma bu aşiq olma duyğusu çox zaman travmatik bir asıllıq da ola bilər. O nəticədə nə olur? İki bir-birinə uyğun gəlməyən nəsildən və yaxud iki travmalı nəsildən yeni zürriyyətlər, təəssüflər olsun ki, xəstə, hansısa inkişaf pozuntulu, hansısa genetik mutasiyaları olan yeni nəsil həddindən artıq çox olmağa başlayıb. Amma əlbəttə ki, bunu dəyişdirmək mümkündür. Çünki bizim kökümüz çox önəmlidir. Biz bir əgər ağacıqsa, bizim nəslimiz 7 nəsil soy bizim ağacı kimi bizim kökümüzdür. Nə qədər dərin kökümüz olsa, möhkəm kökümüz olsa, bir o qədər də güclü, möhkəm ağac olarıq. Sizə bəzi hadisələr, bəzi işarələr, hər zamanki kimi bəzi əlamətlər sayacağım. Onları öz-özünüzdə analiz edin, sadəcə düşünün. Hələ ki, heç bir şey yazmaq lazım deyil. Sadəcə düşünün, görün sizin nəslinizdə belə bir əlamətlər varmı? Birincisi, təkrarlanan hadisələr və təkrarlanan rəqəmlər. Məsəl üçün, insanlar nəsildə hər biri, məsəl üçün, 5-ci ay doğulur və yaxud da 5 rəqəmində doğulur və yaxud da 3 rəqəmində doğulur. Ya da insanlar eyni yaşa gəlir, çatır və hər kəs eyni yaşda dünyasına dəyişir. Bu birinci əlamət. Yəni, orada rəqəmə diqqət etmək lazımdır, təkrarlanan rəqəmlər. İkinci əlamət, nəsildə sonsuzluq, hamilə qalma problemləri və yaxud da uşaqların ümumiyyətlə doğulmaması, erkən ölməsi, belə bir tendensiya var. Üçüncüsü, uşaqlar doğulduqda ağızlarında dişlə doğulurlar və yaxud hansısa rudimentlə doğulurlar. Yəni, əlavə bir üzvlə. Dördüncüsü, nəsildə hər kəsdə demək olar ki, eyni xallar var. Üzlərində, bədənlərində ləkələr var, doğum ləkələri. Növbəti, nəsildə ancaq qızlar doğulur. Oğlanlar az sayda doğulur və yaxud da kişilər ümumiyyətlə tələf olur, ya müharibəyə gedir, ya boşanırlar, ayrılırlar və nəticədə qız uşaqları daha çox doğulmağa başlayır. Növbəti, yuxuda tez-tez ölmüş qohumlarınızı görürsünüz.
Növbəti əlamət, hansısa iş edirsiniz, amma nəsə son anda bir şey gəlir və mane olur, bu iş alınmır sizdə. Halbuki heç bir negativ duyğunuz yoxdur, əminsiniz ki, alınacaq. 100 nəfər edib alınıb, amma 101-ci insan sizsiniz, sizdə alınmır. Nəsildə hansısa asıllıqları olan insanlar var. Alkohol, spirt keçki, uyuşturucu maddələr. Bu nəslin özü-özünü məhv etmə proqramıdır. Və ən sonda insanın depressiyası, yalnızlıq hiss etməsi insanın özündə bu son əlamətdir. Bunların hər biri özü-özlüyündə sizdə nəslin gücünün zəiflədiyinin əlamətidir. Yəni nəsil əslində sizə öz gücünü ötürməlidir. Amma həyatınızda bu sadaladığım şeylər varsa, bunlar hamısı bir əlamətdir ki, diqqət edəsiniz, baxasınız ki, siz nəslinizin gücünü ala bilirsiniz, yoxsa yox. Özünüz də bilirsiniz ki, vəzifəli şəxslər, hakimiyyətdə olan şəxslər, onların hər birinin nəsil gücü çox önəmlidir. Və ona görə də bir-birlərini də o güclə həm fiziki olaraq, energetik olaraq bir-birlərini yuxarıya çəkirlər. Ona görə də biz işimiz nəslimizlə olan bağımızı möhkəmləndirmək və onların gücünü arxamıza alıb həyatda, yeni həyatımızda onların gücü ilə yüksəlmək. Çünki hər nəslin negativ proqramlar olduğu kimi onların həmçinin gücü var, istedadı var, hansısa pozitiv tərəfləri var. Ona görə də bunu sadəcə düşünün öz-özlüyünüzdə. Əgər bu sadaladıqlarımdan hansısa sizdə uyğundursa, nəzərinizə çatırsa, çarpırsa, bunu mənimlə bölüşməyi unutmayın.